Neysin bizim sevgiye kıymışsan, uzun iller geçip bunu doymuşsan. Sen daha kızını mektebe koymuşsan, ben daha oğlumu sünnet eləmişəm. Ben atan eşke xəyanət eləmişəm, səni öz canıma emanet eləmişəm. Qara saçlarımı ağartmışsan benim, senden Allah'a şikayet eləmişəm. Değerli izleyiciler, bildiğiniz gibi Miray balamızı bir neçə aydır ulserativ kolit xəstəliyinə müalicə etdiririk. Bağırsağındakı sancılar təbii ki dözülməzdir. Məcbur olub paylaşırıq. Halımızdan anlayıb dəstək olan, dua edən hər kəsə təşəkkür edirəm. Ümid edirəm ki, bizi başa düşəcəksiniz, dəstəyinizi əsirgəməyəcəksiniz. Allah heç kimə bizim kimi çarəsizlik nəsib eləməsin. Kömək olan, olmayan hər kəsə ancaq xoşbəxtlik arzu edirəm. Biz də təbii ki, balamızı xilas eləmək istəyirik. Ona görə sizdən maksimum şəkildə dəstək olmağı rica edirəm. Ümid edirəm ki, harayımıza səs verəcəksiniz, dəstək olacaqsınız, dua edəcəksiniz. Öncədən hər birinizə təşəkkür edirəm.